Bu bir. Qaldı ki, Cəməl döyüşü. Cəməl döyüşü əlin olmayıb. Cəməl döyüşü, o Talha, Zübeyir, Ayşə radiyallahu anhə, onlar gedmişdilər xavaricləri öldürməyə, xavariclərlə döyüşməyə. Əli sonra gəlir ora. Əgər əlini Əliyə qarşı çəsəydilər, Əliyə tərəf gedərdilər. Ona görə onlar Əli ilə döyüşməyib. Onlar xavariclərlə döyüşüb. Sadəcə o döyüş ki, Cəməl adlanır, o dəvəyə görə, Ayşə radiyallahu anhə dəvəsinə görə. O da artıq razılaşırlar ayrılmağa, gecəni yatırlar səhər, ara qızışır, başlayırlar. Çünki Əli ibn Əbi Talibin qoşununda xavariclər çox idi. Mən televizorda və yaxud da sosial şəbəkələrdə komediya xarakterli, istər video, istər bir film qarşıma çıxdıqda çox nadir hallarda ona baxanda gülə bilirəm. Çünki bilirəm ki, bu təbii deyil. Bu bir aktyordur və ona verilən senarini göstərir. Təbii deyil, sünidir, real deyil. Ancaq bunlara baxdıqda istər-istər mənim üzümə təbəssüm qonur. Çünki bilirəm ki, bu təbiidir. Cəməl döyüşü Həzrəti Əli ibn Əbu Talib əleyhissalama qarşı deyilmiş, yox. Xəvariclərlə vuruşmaya gedilmişlər. Ümmül-Müminin Ayşə, Ətəlhə, Zübeyir. Bu özü bir yana, bunu oturub dinləyənlər ki var, ha, o cühəralar, cahillər. Onlar da araşdırmadan, oxumadan tarixi, hətta öz mənbələrindən, öz səhih bildiyi tarixi mənbələrdən bunu kimilərə aldanırlar, inanırlar və bunu kimilərə də elm tələbəsi deyirlər. Bu elm tələbəsidir. Əvvəla Cəməl döyüşü ərəfəsində xəvaric hərəkatı yox idi. Bu ki deyir, Vəhhabilərin şeyxi ki, güya onlar Əli ibn Əbu Talib əleyhissalama qarşı yox. Xəvariclərə vuruşmaya gedirdilər. Xəvaric hərəkatı Siffin döyüşündə meydana gəldi. Yəni Cəməldən düz il yarım sonra meydana gəldi. Xəvaric hərəkatı. O ərəfədə xəvariclər yox idi. Bu bir. İkincisi deyir, Əli ora sonradan gəldi. Əli ora sonradan gəldi. Əli ora niyə getdi? Təlhan Zübeyrə kömək eləyib, onları dəstək olub, xəvariclərlə vuruşmağa getdi. O olmayan xəvariclərlə vuruşmağa getmişdi. Yoxsa Əli ora gedmişdi, o olmayan xəvariclərə dəstək olub, Təlha, Zübeyir və Ayşə ilə vuruşmağa. Əli ora niyə getmişdi bəs? Və ardınca da deyir ki, Əlinin ordusunda xəvariclər idi. Xəvariclər Əlinin ordusunda idi. Ondan əvvəl deyir ki, Əli ora sonradan gəldi. Təlha, Zübeyir, Ayşə xəvariclərlə vuruşmağa gedir. Əli ora sonradan gəldi. Və sonra da deyir ki, Allah yaddaşsızlığı yalancılara həmişə əta eləyir bir. Onları ifka eləmək üçün. Bu gözəl neymətini, yaddaşsızlığı. Əvvəl deyir ki, onlar ora xəvariclərlə vuruşmağa getmişdi. Əli sonradan gəldi. Sonra da deyir ki, xəvariclər Əlinin qoşununda idi. Kimin qoşununda idi? Əlinin qoşununda idi. Bunlar ora niyə getmişdilər? Xəvariclərlə vuruşmağa. Əli də öz qoşunundan ancaq deyir, ora sonradan gəlmişdi. Əvvəl bunlar ora niyə getmişdilər? İraqda nə işi var idi onların? Deyirsən, xəvariclərlə vuruşmağa getmişdilər. Sonra deyirsən, xəvariclər Əlinin qoşununda idi və Əli də ora sonradan gəldi. Ayşə, Təlha, Zübeyir Qəsrə yollarında karvan basan, quldurluq edirdilər. Onların orada nə işləri var idi? O xəvariclər kimləri idi? Qamət. O xəvariclər birinin adını deyə bilərsən mi? Həmin Cəməl döyüşündə olan xəvariclərin. O lider kimi idi onların, başçıları kimi idi, toplu bir idarə kimi idi o xəvariclər. O xəvariclik var idisə əgər. Ağzın dili aldadır. Dilin ağzı aldadır. O vaxt sultanlar saraylarında tərxey saxlayardılar. Qanları qarolan vaxtı və yaxud da bir qonaqları gələn vaxtı, bir ziyafət olan vaxtı o tərxeylər çıxıb bambollıq edirdilər. Sultanı, hökümdarı, kralı və
ətrafında olanları, ziyafətdə olanları güldürürdülər. Onlara saray tərxəyi deyirdilər. Bunlar da məscid tərxəylərdilər. Ağızların dedikləri, dillərin dedikləri uyğun gəlmir. Allah sizin ömrünüzdən kəsib, nəsli tükənməkdə olan göy balinələr versin. Amin ya Rəbbəl aləmin. Salam olsun salama layiq bəndələrə.